Allah Müteala'dan təmənnamız budur ki, o evlərdə, o məmləkətlərdə, o yerlərdə ki, bəzi insanlar hər hansı bir məsələlər bəhanəsi ilə mi deyimmi, ya hər hansı bir məsələnin təsiri altında Allahın bu xüsusi ziyafətindən, Allahın bu xüsusi inayətindən məhrumdular. Allahdan təmənnamız budur, Allah onlara da lütf eləsin, bu işin həqiqətini daddırsın. Ruzi eləsin orucun həqiqətin, insan başa düşsün ki, halı həyatında onun insanlıq borcudur bu işi yerinə yetirmək. O süfrələr ki, günüzlər heç bir əsas olmadan, heç bir səbəb olmadan süfrələr açılır, o süfrələr ki, qonaq qəbul eləyir. Bir halda ki, Allahın hüquqları ilə müxalifət eləyirlər, Allah o süfrələrə özünün əmrinə riayət eləyib, süfrə açmağı lütf eləsin, o evlərin sahiblərinə Allah bu işin həqiqətinin, şirinliyin lütf eləsin, başa düşsünlər ki, bu mübarək ay xüsusi bir aydır, mübarək ayın mübarək günləri, mübarək dəqiqələri, hər birinin özünə məxsus bir dəyəri var, çox qiymətlidir. Allah Müteal insan həyatında lazım olan məsələləri məhz bu ayda qərarlaşdırıb ki, insan bundan sonraki həyatında formalaşmağın yolunu tapa bilsin.